İyunun 15-17-sində Şahin hərbi idman oyunu çərçivəsində Milli Qurtuluş gününə həsr olunmuş Cəsur Kadet sınaq günləri Gənclər paytaxtı Goranboy rayonunda keçirilib. Gənclər və İdman Nazirliyi ilə Goranboy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Müdafiə Nazirliyinin dəstəyi ilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, onların fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılması, şanlı zəfər tarixinin təbliğ edilməsi olub. 3 gün davam edən 500-dən çox gəncin iştirak etdiyi sınaq günlərində iştirakçılar avtomatın sökülüb yığılması, darığa patronların doldurulub boşaldılması, pnevmatik silahla hədəfə atəş açılması, airsoft silahla praktiki atışlar, qumbara qaçışı, elektron tirdən atışlar, qum kisəsi ilə qaçış, yük maşını təkərinin çevrilməsi, Şuşa əməliyyatı qum sandığında, zəfər çadırı kimi fəaliyyətlərə cəlb olunublar. Uğurlu nəticə göstərən gənclərə sertifikatlar təqdim olunub.